Elhamdülillahi Rabbil alemin ve la akıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed hayri halqi Rabbil alemin ve ala alihi ve avladihi ve azvacihi ve ashabihi gurrul meyamin el muhaccelin ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allahümme ahricna min zulumatil vehm ve akrimna bi nuril fehm ve aftah aleyna bi ma'rifetil ilmi ve sahhil ahlagana bil hilm. وَجَعَلْنَا مِمَّنْ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ اللهم لا سهل إلا ما جعلته سهلا وإن شئت جعلت الحزن سهلا بقدرتك يا أرحم الراحمين اللهم أرنا الحق حقا وارزقنا اتباعه وأرنا الباطل باطلا وارزقنا اجتنابه اللهم ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد قال الله سبحانه وتعالى في كتاب الكريم أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَذَّكَّرُ أُولُو الْأَلْبَابِ وقال تعالى أيضا إنما يخشى الله من عباده العلماء وقال النبي صلى الله عليه وسلم طلب العلم فريضة على كل مسلم. Əzizlər, Allah subhanahu wa ta'ala hər günümüzü, saatımızı mübarək eləsin. Rabbul İzzə kitab-ı kərimində buyurur, Əmmən huvə qanitun ənəəl-leyli səcidən və qaimən, yəhdərul əxirətə və yərcu rəhmətə Rabbi. O kəs ki, gecələri səcdə və qiyam halında oyaq keçirir. O kəs ki, gecələri səcdə və qiyam şəklində oyaq keçirir. Yəhzərul əxirə, qiyamət günündən qorxu çəkir. Yəni, qiyamət günündən ehtiyat edir, axirət günündən ehtiyat edir. Və yərcu rəhmətə Rabbi, Rəbbinin rəhmətini rica edir, Rəbbinin rəhmətini arzuluyur. Qul, həl yəstəvilləzinə ya'ləmunə vəlləzinə lə ya'ləmun. De, heç bilənlə bilməyən bir olarmı? İnnəmə yəzzəkkər ulul əlbəb. Sadəcə və sadəcə iti ağıl sahibləri, dəyərli lub, dəfələrlə bunu demişik, iti ağıl deyər. Dəyərli ağıl sahibləri ibrət götürər, belə şeylərdən nəticə çıxarar. Bu oxuduğum ayət-i kərimənin əvvəli var əzlər. Ayət-i kərimə əvvəlində iman eləməyən, küfr eləyən və cəhənnəmdə yanan, küfrünə görə cəhənnəmdə yanan insanlardan danışır. Ondan sonra Allah subhanahu ta'ala bu ayəyə keçir. O əvvəlki ayət-i kərimə belədir. وَإِذَا مَسَّ الْإِنسَانَ دُرٌّ دَعَى رَبَّهُ وَإِذَا مَسَّ الْإِنسَانَ دُرٌّ دَعَى رَبَّهُ مُنِيبًا إِلَيْهِ. Əgər bir insana İzə məssəl insan dediyimiz adı burada əzlər ismul cins deyər. Mücərrəd olaraq insan. Mömin, müsəlman, kafir, müşrik, münafiq, kim olursa olsun, insan. Bunun başına bir zərər gəldiyi zaman, buna bir zərər toxunduğu zaman də'ə rabbəhu munibən iləyhi. Boyununu bükərək Rəbbinə yalvarar. Munibən yazıqlayaraq, aciz olaraq. Başlayar Rəbbinə yalvarmağa. İzə xavvələhu ni'mətən minhu. Elə ki Allah subhanahu ta'aladan bir nemət görər, elə ki Allah subhanahu ta'ala ona bir nemət əta eləyər, nəsiyə mimmə də'a. Nə üçün dua elədiyini unudar, kimə dua elədiyini unudar. Nəsiyə mə kənə yəd'u iləyhi min qabl və cəalə lilləhi əndədən liyudillə bihi an səbili. Elə ki bir balaca nemət sahibi olar, dünən nə üçün dua elədiyini yadından çıxardar, unudar və Allaha ziddər, əndəd deyər, Allaha zidd olan şeyləri Allaha şərik olaraq qoşar. Liyudillə an səbilihi, Allahın yolundan azmaq üçün. Ondan sonra Allah subhanahu ta'ala vurğuluyur ayın sonunda. Qul fətəməttə bi kufrikə. Ey halı bu cür olan insan, get özün küfrünlə istədiyin qədər
keyf çək. Fətəməttə. Öz istədiyin şəkildə, küfrünə istədiyin şəkildə zövq al. Qalilən. Azacıq. Bir ədcə. İnnəkə min əshabin nar. Çünki sən cəhənnəmin əshablarındansan. Cəhənnəm əhlisən. Bu iki ayət-i kərimə əzlər bir-birini tamamlayır. Əvvəlcə Allah subhanahu ta'ala insanın ümumi olaraq halını zəif olanda, qarşısına bir problem çıxanda, başına bir bəla gələndə zəif Allaha yalvardığını bildirir. Ki, hamımız bunu müşahidə edirik. Ondan sonra elə ki, biraz nemət əlinə keçər, yolunu azar, Rəbbini unudar, gücünə, qüvvətinə, nə bilim, nəyinə, əndəd. Allah subhanahu ta'ala əndəd dediyi zaman, yəni hər hikmətin, kəlamın hikməti var, qardaşlar. Allah subhanahu ta'ala burada şirkdən danışmır, baxın. Əndəd deyir, əndəd. Nəd, Allahın ziddi. Əlinə biraz gücü olan, əlində biraz fürsəti olan, əlində biraz imkanı olan kəs özünü ən güclü sayar. Kimdir mənim qabağımda duran deyər. Biraz əlində pulu olan kəs özünü ən varlı sayar. İstədiyimi eləyirəm, istədiyimi pulumla alıram deyər. Özünü biraz sağlam görən kəs qarşısına çıxanı əzər keçər. Düşünər ki, sağlamlığı onun Allahıdır. Ona güc verən onun sağlamlığıdır. Ona güc verən onun var dövlətidir. Ona güc verən onun vəzifəsidir. Ona güc verən onun nə bilim nəyidir. Bunlar hamısı niddir. Güc verən də Allah, ruzi verən də Allah, sağlamlıq verən də Allah, hakimiyyəti verən də Allah, alan da Allah. Bu nemətlər insanı çaşdırar və insan tuğyan eləyər. Allahın yolundan azar. Allah da deyir, qul, ey Peyğəmbərim, bu kimi insanlara de, fətəməttə bi kufrika qalilən. Get küfrünlə bir acacıq keyf çəkiylə. 100 il ömrü olsun, enində sonunda vəzifəsi gedəcək. 1000 il ömrü olsun, enində sonunda xəstələnib öləcək. Dünya qədər, Qarunun malı qədər mal pulu olsun, axırda onun deyil. İstədiyindən, istədiyin qədər istifadə elə, azacıq, dünya həyatı çox azdır, istifadə elə. İnnəkə min əshabin nar. Çünki sən cəhənnəm əshabındansan. Ondan sonra Rabbul İzzə davam eləyir. Əmmən huvə qanitun ənəəl-leyli qaimən və səcidən və qaimən. Əmmən huvə qanitun ənəəl-leyli səcidən və qaimən. Gecələrini, ənəəl-leyli, gecə boyu səcdə və qiyam halında keçirən kəslə o dediyimiz tuğyan eləyən bir ola bilərmi? Əmmən, bu əmmən sözünün izahında, təbii sizə bununla yormayacağım, bu əmmən əvvəlki ilə müqayisə eləməkdəzdir. Əvvəlki ayəndən sonraki müqayisə eləyir. Əmmən huvə qanitun, sanki deyir ki, Allah subhanahu ta'ala küfr eləyən, malını, pulunu, gücünü, qüvvətini Allahla ortaq sayıb malına, puluna, gücünə, qüvvətinə güvənəndən gecələri səcdə və qiyam halında ibadət keçirən bir ola bilərmi? Ola bilməz. Sonra davam eləyir. Ona görə qul, ona görə de ya Peyğəmbərim. Həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. Heç bilməyəndən bir olan, bilən bir ola bilərmi? Heç bilməyəndən bilən bir ola bilərmi? Yəni Allaha ibadəti, Allaha itaəti, Allahın qarşısında qul olmağını bilməyəndən, qul olmağını bilən bir ola bilərmi? Qətiyyən ola bilməz. Qətiyyən ola bilməz. İnnəmə yəzzəkkər ulul əlbəb. Bu şeylərdən sadəcə lub sahibləri, ağıl sahibləri, iti ağıl sahibləri nəticə çıxardır və buna görə əməl edirlər. Ayət-i kərimədə əzdər bilənlər və bilməyənlər deyir Allah subhanahu ta'ala. Qul həl yəstəvillezine ya'melun və la ya'melun demir. Əməl eləyənlərlə əməl eləməyənlər bir ola bilərmi demir Allah. Ayədə əməldən danışır, Allaha itaatdən danışır, gecələri gün ibadət eləməkdən danışır və yaxud dünya keyfinə, dünya mətahına aldanıb
Günah işləməkdən, isyandan danışır. Ayənin hər ikisində əməldən danışır. Nəticədə nədir? Bilənlə bilməyən biri ola bilərmi? Odur ki, əzizlər, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, İmam Tirmizinin və İbn Macənin rəvayət elədiyi hədis şərifdə, Talabul ilmi faridatun alə kulli muslim. Elm tələb eləmək, elm öyrənmək hər bir müsəlmanın üzərinə fərzdir. Fərz-i əyndir. Fərz-i kifayə də deyil əzizlər, fərz-i əyndir. Hər bir müsəlmanın elm öyrənməsi onun üzərinə namaz qılmaq kimi fərzdir. Hər bir müsəlman elmini öyrənməlidir. Niyə? Çünki bilənlə bilməyən biri olmur. Çünki elm tələb eləmək Resulullahın sözündə sabitdir ki, fərzdir. Bu hədisdən və bu ayədən çıxış eləyərək alimlərimiz belə bir sual qarşısında qaldılar. Resulullahın dövründə heç şübhəsiz Quran var idi, bir də Resulullah var idi. Bilməyən Resulullahdan soruşa problem həll olurdu. Səhabə dövründən sonra yavaş-yavaş elmlər meydana çıxmağa başladı. Hansı ki, hamımız bilirik, təfsir elmi meydana çıxdı, hədis elmi meydana çıxdı, üsul elmi meydana çıxdı, ondan sonra nəhv elmi meydana çıxdı, fiqh elmi meydana çıxdı, biraz biz ondan sonra getdi, əqaid elmi meydana çıxdı, ən müxtəlif elmlər meydana çıxdı. Bu dəfə hər elm əshabı hədis-i şərifdə deyilən elmin onun elmi olduğu iddiasına qalıqdı. Təfsir əhli dedi ki, hədis-i şərifdə tələb olunan şey təfsirdir. Hər bir müsəlman təfsiri bilməlidir. Rasulullah sallallahu aleyhi ve sellem elm deyərkən təfsiri nəzərdə tutur. Çünki Quranın təfsirini, mənasını bilmədən bir yana çıxmaq olmaz. Hədis əshabı dedi ki, yox. Hədis əshabı dedi, yox. Hər bir insanın bilməsi lazım olan elm hədis elmidir. Hədisi bilməsən, Quranı başa düşə bilməzsən. Əqaid əhli, əqaid alimləri deyirlər ki, yox. Hər bir insanın bilməsi lazım olan elm əqidə elmidir. Əqidən səhi olmasa, əməlin səhi olmaz. Bu şəkildə alimlər arasında müzakirə açıldı. Hər bir insanın fərzi eyn olaraq öyrənməli olduğu elm hansıdır? Və nəticədə, əzizlər, alimlər ittifaq elədilər ki, razılaşdılar ki, hər bir insanın bilməli olduğu elm dünyasında və axirətində Rəbbinin razılığını qazandıra biləcək elmdir. Və yaxud dünyasında axirəti üçün Rəbbinin razılığını qazandırmaq üçün eləməli olduğu əməlləri öyrədən elmdir. Mən biraz çox dağınıq deyirəm bunu. Bu elmin tərifi budur. Bir insanın lehində və əleyhində olanları bilməsi onun üzərinə fərzdir. Bir insanın lehində və əleyhində olanları bilməsi onun üzərinə fərzdir. Mənim lehimə nədir? Hansı əməl mənim lehimədir? Hansı əməli eləyərəmsə cənnəti qazanaram? Hansı əməli eləyərəmsə Rəbbimin razılığını qazanaram? Hansı əməli eləyərəmsə, mən Rəbbimin razılığını qazanıb, dünyada halal yaşayıb, ahirətə halal köçüb, Rəbbimin razı qaldığı qullardan ola bilərəm. Bu elmlər mənim nədir? Lehimə olan elmlərdir. Bir. İkincisi, hansı əməlləri eləsəm, bu mənim əleyhimə olar. Məni cəhənnəmə əshab eləyər, Rəbbimin qəzəbinə düçar eləyər və ahirətdə uduzanlardan olaram. Bu da mənim əleyhimə olanlardır. Demək, bir insanın lehində və əleyhində olanları bilməsi onun üzərinə fərzi eyindir. Hər bir insan bunu bilməlidir. Gözəl, bu hansı elmdir? Bu elm əzizlər fıqh elmidir. Fiqh deyirik biz ona, fiqh. Fiqh elmi. Fiqh elminin tərifidir bu dediyim sizə. El-fıqhu ilmul nəfsi mə ləhə və mə aleyhə. El-fıqhu ilmun nəfsi mə ləhə və mə aleyhə. Fıqh, nəfsin, canın lehində və əleyhində olanları bilməsidir.
Və bu fıkhın əzizlər tərifi budur. Amma məsələ yenə dağınıq qalır. Niyə? Bildiyimiz kimi ayətin sonunda nə deyir Allah Subhanahu taala? İnnəmə yəzzəkəru ulul əlbəb. İti ağıl sahibləri bunu dərk eləyər. Demək, insanlar ağıl baxımından, dərrakə, təfəkkür, anlayış baxımından, qavrama baxımından fərqlidirlər. Hamı eyni deyil. Yəni, hamı alim ola bilmir. Mümkün də deyil. Bütün müsəlmanların hamısının müfəssir, təfsir sahibi olmasını, təfsir alimi olması mümkündürmü? Əbədən mümkün deyil. Bütün müsəlmanların hamısının hədis hafizi, hədis alimi olması mümkündürmü? Əbədən mümkün deyil. Bütün müsəlmanların hamısının ucudan tutma bir nəfər olaraq fəqih olması mümkündürmü? Mümkün deyil. Bütün müsəlmanların hamısının ucudan tutma əqidə alimi, əqidə sahibi olması mümkündürmü? Mümkün deyil. Tarix bunu sübut eləyəzdir. Bu alimlər fıqh alimləridir. Bu alimlər hədis alimləridir. Bu alimlər əqaid alimləridir. Bu alimlər üsul alimləridir. Bu alimlər nəhv alimləridir. Alimlər. Saysan, iki əlin 10 barmağını doldurmasın. Yəni, müstəqil olaraq. Hədis alimlərini say, çox az sayda. Fıqh alimlərini say, çox az sayda. Gerdə qalan müsəlmanlar, onların halı nədir? Elm öyrənmək fərzdir. Fərzi eynidir dedik, namaz kimi. Bir adam hədis alimi ola bilmirsə, günahkar mı olur? Nə olur onun halı? Bir adam təfsir alimi olmursa, nə olur onun halı? Günahkar mı olur? Bir adam Qur'an qarisi olmursa, Qur'anı təcvidlə, tərtillə oxuya bilmirsə, heç Qur'anı başdan ayağa oxuya bilmirsə, heç Qur'anı üzündən oxuya bilmirsə, amma müsəlmandır, bunun halı nə olur? Odur ki, alimlər bu tərifi də biraz qısaltdılar, yığnaltdılar. Yəni, fərdə aid olacaq səviyyə gətirdilər. O da, afdalul ilmi ilmil hal. Afdalul əməli əməlül hal. Afdalul ilmi ilmil hal. Afdalul əməli əməlül hal. Bu tərifi Hicri 5-ci əsrdə ilk dəfə İmam Səraqsi xatırladar əzlər. Təbii İmam Səraqsidən əvvəl bu deyilmiş haldır. Sadəcə İmam Səraqsi tərif olaraq verir. Ən fəzilətli elm bir insanın öz halına aid olan elmləri bilməsidir. Hədisdə deyilən elm də budur. Afdalul ilmi ilmil hal. Elmlərin ən fəzilətlisi bir müsəlmanın öz şəxsi halına aid olan məsələləri bilməsidir. Və afdalul əhval, ən yaxşı hallarda, afdalul əməl, ən yaxşı əməllərdə öz halını düzəltməkdir. Öz halını düzəltməkdir. Yəni, öz halına uyğun öyrəndiyini dəyişmədən o şəkildə irəli aparmaqdır. Söz misal. Üləmamız deyir ki, bir insan Qur'an oxumağı öyrənərsə, Qur'an oxumağı öyrənəndən sonra müntəzəm olaraq Qur'an oxumazsa, və Qur'anın oxumağı unudarsa, diqqət eləyin qardaşlar, diqqət eləyin. Bir insan Qur'an oxumaq öyrənərsə, ondan sonra davamlı olaraq, müntəzəm olaraq Qur'an oxumazsa və nəticədə Qur'an oxumağı unudarsa, günahkar olar, haram işləmiş olar. Öyrəndiyi bir elmi tərk eləmiş olar. Allah qarşısında cavabdeh olar. Bir insan namaz qılmağı öyrənərsə, namaz qılmağı biləndən sonra namaz qılmağı tərk eləyərsə, necə günahkar olursa, o şəkildə digər bir şeyi öyrənib, ondan sonra ona əməl eləməyib, onu unutmaq, o şəkildə günahkar olur. Alimlərdən biri deyir ki, utlubul ilmə bəkiyən, fəinnəhu səyəkunu dəlilən aleykum yevməl hisəb. Alimlərdən biri deyir ki, elmi ağlayaraq öyrənin. Elmi ağlayaraq öyrənin.
Çünkü qiyamət günündə sizin əleyhinizdə dəlil olacaqdır. Qiyamət günündə sizin əleyhinizdə dəlil olacaqdır. Bildiyinlə əməl elədinmi deyə. Sən bunu bilirdin. Əməl elədinmi? Bu təhlükə hər birimizin qarşısındadır, qardaşlar. Öyrəndiyimiz elm bizim əleyhimizdə dəlildir hesab günündə. Ona görə də alimlər dedilər ki, ən yaxşısı bir insan üçün ən faydalısı o insanın öz halına uyğun olan elmi öyrənməsidir. Söz misalı, mən fərd olaraq özümdən danışmıram, bir insan, x bir insan bilməli olduğu şey nədir? Əqidəsi, namazı, orucu, zəkatı, həcci. Elə deyilmi? Bir də müamiləsi, insanlarla münasibəti, ticarəti, iş görməsi, getməsi, gəlməsi və s. Bunlar bir insanın bilməli olduğu şeylərdir. Yəni, bir insan yaşadığı bu müddətcə, ömrü boyu qarşısına çıxacağı məsələlərin hökmünü bilməlidir. Bunu da alimlərimiz əf'alul mükəlləfin deyə bir tərtibə salıblar əzlər. Əf'alul mükəlləfin, təklif sahiblərinin, vəzifə sahiblərinin əməlləri. Nədir bu əf'alul mükəlləfin? Bir insanın əməli, istənilən bir insanın əməli maksimum və minimum, müsbət və mənfi. Bu ikisi arasında dəyişir. Fərzdən başlayır, haramda bitir. Əgər baxsaq, bir insanın elədiyi əməllərin hamısı indi sayacağım bu kateqoriyalara bölünür. Başqası yoxdur. Bir insanın əməlləri fərzdir, vacibdir, sünnətdir, müstəhəbdir, mübahdır. Ondan sonra minusa keçirik. Məkruhdur, haramdır. Bir insanın əməllərini yığ, bu 7 kateqoriyadan başqasına bölünməyəcək. 7 kateqoriyadır, 8-cisi yoxdur. İndi deyəcəksiniz ki, bəs sünnət-i məkkədə, sünnət-i qeyri-məkkədə var, nə bilim, təhrimən məşruh, tənzihən məşruh var. O artıq məşruhun içində bölünmədi. Sözümüz o deyil. Ümumi planda bir insanın əməli ya fərizdir, izah edəcəm hamısını inşallah, ya vacibdir, ya sünnətdir, ya müstəhəbdir, ya mübahdır, ya məkruhdur, ya haramdır. 8-cisi yoxdur. Fəriz nədir? Bir müsəlmanın gündə 5 vaxt namazını qılması kimi. Bu fərizdir. Hansı əməllər fərz olur? Qəti dəlillə sabit olan əmr şəklində gələn əməllər fərzdir. Yə əyyuhəl-ləzinə əmənu əqimus-saləh. Ey iman eləyənlər, namazı qılın. Yə kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzinə min qablikum. Sizin üzərinizə oruç yazıldı, sizdən əvvəlkilərə yazılan kimi. Allah subhanahu taala qəti dəlillə əmr eləyir. Bu fərz olur. Fərz olur. Namaz, oruc, zəkat və sairələr kimi. Sadəcə bir incəlik var, onu da izah eləməyə çalışaq sizə qardaşlar. Sonra gəlir vacib. Mən geniş mövzunu götürmüşəm. Vacib nədir? Vacib qəti olmayan, diqqət eləyin, vacib qəti olmayan, amma qətiyə yaxın dəlillə sabit olmuş əməldir. Məsələn, bayram namazı. Bayram namazı haqqında Allahın fərz eləməsi barəsində bir şey yoxdur. Qəti olaraq bayram namazını qılın deyə bir əmir yoxdur, açıq şəkildə. Amma Quran-ı Kərimdə bildiyimiz kimi Fəsalli li rabbika vanhər ayəsi var. Rəbbin üçün namaz qıl və qurban kəs. Aha, demək buradan bayram namazından söhbət gedir. Bu
bayram namazının fərz deyil, vacib olduğunun dəlilidir. Və yaxud Resulullah sallallahu aleyhi və səlləm ömrü boyu vitr namazını qıldı. Heç tərk eləmədi. Ümmətə fərz olmadı. Amma Resulullah sallallahu aleyhi və səlləm ömrü boyu heç tərk eləmədən qıldığına görə ümmət üçün bu vacibdir. Sünnətə keçməzdən əvvəl vacib məsələsinə aydınlıq gətirək, qardaşlar. Vacib məsələsi, fərz və vacib kateqoriyası İmam Əbu Hənifə və onun tələbələrinin böldüyü kateqoriyadır. Onlar daha incə işləyib, fərz və vacibi bir-birindən ayırıblar. Digər üç imam isə fərz kateqoriyasını götürməyiblər. Nə var? Hamısı vacibdir. 5 vaxt namaz qılmaq vacibdir deyiblər, həcc edəmək vacibdir deyiblər, oruç tutmaq vacibdir deyiblər və s. və s. Sadəcə adlandırma fərqi var ortada. Və bu adlandırma fərqində bir incəlik də var. İmam Şafii rəhməhullah həcc hökmlərini yazarkən həcdəki məsələləri istər-istəməz məcbur olub fərz kateqoriyasından izah eləmək məcburiyyətində qalıbdır. Çünki həcdə həcci pozacaq məsələlər var ki, fərz deyil, əmr deyil. Buna İmam Şafii vacib deyər, digərlərinə fərz deyər. Sözümüz bunda yoxdur. Ondan sonra gəlir sünnət. Sünnət ahad rəvayətlərlə, yəni mütəvatir olmayan, qəti olmayan, zənni hesab olunan dəlillər vasitəsilə sabit olmuş şeylərdir. Namazda əlin bağlanması kimi, dəstəmaz alarkən tərtibə riayət eləmək kimi, rükuda Subhan Rabbiyəl Azim demək kimi və s. və s. Sünnətlər istədiyiniz qədər çoxdur. Bu da qəti olmayan dəlillərlə sabitdir. Yəni, zənni ahad dəlillərlə sabitdir. Bu sünnət olur. Ondan sonra nə gəlir dedik? Müstəhəb. Nə fərz, nə sünnət kateqoriyasına da aid olmayıb. Sadəcə bir insandan, bir müsəlmandan meydana çıxması gözəl olan, bəyənilən əməl müstəhəbdir. Əksərən zəif hədislərə əməl müstəhəb əməllər olur əzlər. Yəni, müstəhəb əməllərin dəlil əksərən nə olur? Zəif hədislər. Ondan sonra gəlir mübah. Mücərrət olaraq nə halal, nə haram, nə qadağan, nə icazə hökmü daşımayan əməllərdir. Bir insanın yemək yeməsi kimi. Bu mübahdır. Bir insanın yemək yeməsi mübahdır. Yəni, təbii fitri olaraq bir insanın elədiyi əməllər mübahdır. Bunun nə fərz olması, nə vacib olması, nə haram olması, nə başqa cür olması haqqında bir hökm yoxdur. Yemək və s. bu kimi əməllər. Ondan sonra gəlir məkruh əməllər. Məkruh əməl nədir? Məkruh əməl zənni dəlillə qadağan olunan əməllərdir. Zənni dəlillə qadağan olunan əməllərdir. Söz misalı, namazda sağa sola boylanmaq kimi. Məşruhdur. Namazda orasını burasını lazımsız şəkildə qurdalamaq kimi. Məşruhdur. Oruç olan zaman, oruç tutan zaman başına su tökmək məşruhdur. Bəyənilməz. Niyə? Ağza buruna su qaçar qorxusu var deyə. Tənzihən məşruhdur. Və s. bu kimi əməllər. Bəs haram nədir? Haram açıq şəkildə qəti dəlillə edilməsi qadağan olunan əməllərdir. İçki içmək, zina eləmək və s. bu kimi açıq dəlillərlə qadağan olan əməllər də haramdır. Bir insan, bir müsəlman da bu əməllər kateqoriyasından kənara çıxa bilmir. Bir insan elədiyi ya vacibdir, ya fərizdir, ya vacibdir, ya sünnətdir, ya müstəhəbdir, ya mübahdır, ya məşruhdur, ya haramdır. Bunları mən sizə niyə xatırladıram əzizlər? Günümüzdə əməlimizin hökmünü bilmədiyimizə görə, elədiyimiz əməl hansı kateqoriyaya aiddir, onu bilmədiyimizə görə zaman ibadətimiz zay olur gedir.
Zaman zaman ibadətimiz pozulur gedir. Hələ daha təhlükəlisi, daha qorxuncu. Dəfələrlə rast gəlmişəm və kimin haqqındasa suizən eləmirəm. Rast gəldiyim və müşahidə elədiyim məsələni sizə xatırladıram. Əksəriyyətdə də bu hal var. Siqaret çəkmək. Haramdırmı? Klassik alimlərdən birciyi buna haram deyə bilməyib. Resulullahın dövründə siqaret yox idi. Səhabənin dövründə siqaret yox idi. Çox sonralar İslam cəmiyyətinə siqaret gəldi. Aha, bunun hökmü nədir? Haramdırmı? Məkruhdurmu? Mübahdırmı? Müstəhəbdirmi? Sünnətdirmi? Fərizdirmi? Nədir? Nədir bunun hökmü? Bir siqaret çəkən insanın hökmü nədir? Onun əməli Allah subhanahu wa ta'ala qarşısına çıxanda çəkdiyi siqaretə görə Allaha cavab verəcəkmi, verməyəcəkmi? Hər əməlimizə görə biz Allaha cavab verəcək etiqadındayıq mı, deyilikmi? Və lə səğirin və lə kəbir. Özümüz deyəcək qiyamət günü. Allah Teala ki, xəbər verir bunu. Bu necə bir kitabdır ki, balaca, böyük, kiçik, xırda hər şeyi yazıbdır. Heç nəyi tərk eləməyibdir. Aha, Quran ayəsidir bu. Hər əməlimizə qarşı Allah cavab verəcək. Siqaret, çəkdiyimiz siqaret də elədiyimiz əməllərdən biri. Aha, bunun hökmü nədir? Fərizdir, vacibdir, sünnətdir, mübahdır, müstahabdır, məkruhdur, haramdır. Nədir bunun hökmü? Adətən bu məsələnin müzakirəsində nəfsin ortaya çıxdığını dəfələrlə şahid oluruq. Soruşur adam. Siqaret mübtalasına olub uyubdur, tərcih eləyə bilmir, soruşur. Qardaş, bu siqaretin hökmü nədir? Cavab verən də deyir ki, köhnə alimlər bu barədə bir söz deməyib, deyənlər də məkruh deyibdir. Məkruh deyibdir, yəni bəyənilməz bir iş. Sanki insanın üzərindən bir dağ qalxır. Hə, sən demə haram deyilmiş, o zaman irəli, çəkə bilərsən. Deyil belə, deyil. Qardaşım, məkruh da olmaz, məkruhu da eləmək olmaz. Məkruhu da eləmək qadağandır. Haram deyil ki, etiraz edir. Tamam, varsın etiraz eləsin, özü bilər, Allah'a bilər. Bizim vəzifəmiz, yəni insanlara bu şeyləri izah eləyən şəxslərin vəzifəsi məsələni izah eləməkdir. Əməl eləyib eləməmək öz ixtiyarındadır. Qiyamət günü, ya Rəbbi, mən bundan siqaretin hökmünü soruşdum, bu da mənə təhrimən məkruhdur dedi, ondan sonra da çəkmək olar dedisə, vay o alimin gününə, vay o elm tələbəsinin gününə, vay o fətva verənin gününə. Yox, əgər deyər ki, ya Rəbbi, mən bundan soruşdum, bu mənə dedi təhrimən məkruhdur və yaxud məkruhdur, mən buna qulaq asmadım, özüm çəkməkdə davam elədim. Rəbbimin rəhmətinə havalədir. İstəyər bağışlayar, istəyər cəzalandırar. Amma müsəlman cəmaatı, məsələ söhbət siqaretdən deyil. Söhbət bugün İslam ümmətinin məkruh hökmü daşıyan əməlləri rahat-rahat eləməsindədir. Məkruhdur, boş ver, elə. Sünnəti tərk elə. Fərz deyil ki. Müstəhəbdir, o müstəhəbdir. Hələ fərzlərə məşğul olaq. Müstəhəblər önəmli deyil. Bu bizim öz dinimizə, öz etiqadımıza Allah qarşısında vermiş olduğumuz sözə və vədə qarşı münasibətdə nə dərəcədə ciddi olduğumuzun dəlilidir. Bir insan əgər o sünnət onu eləməsən də olar deyirsə, bir insan əgər bu məşruhdur, problem yoxdur, eləyə bilərsən deyirsə, bu insan Allaha vermiş olduğu sözdə dəbbə-dübbə elgir. Alimlər məkruhu, sünnəti, vacibi, məstəhəbbi, haramı, halalı boş yerə alimlik adına eləməyiblər əzizlər. Eləməyiblər. Onu insanlara izah eləmək üçün, insanlara çatdırmaq üçün eləyiblər ki, insanların dini, etiqadı, əməli axirət elminə uyğun olsun. Yenə İmam Tirmizinin və digərlərini rəvayət elədiyi hədis şərifdə Allah Rəsulü buyurur ki, Mən tələbəl ilmə liyucəvirəl uləmə əv liyuvəriyəl əs-sufəhə əv liyəqbələn vücuhun nəs iləyhi fəhvə min əshabin nar. Əv kəmə qal əleyhissalatü vəssələm. Kim elmi alimlərin yanında oturub, alimlərlə oturub durmaq üçün
alimlərin yanında, alimlərin qrupunda, alimlərin dəstəsində olmaq üçün öyrənərsə, bir. Kim? Elmi alimlərlə oturub durmaq üçün öyrənərsə. Bir. Kim elmi olmayanlar, səfihlər də, yəni səfih bizim dediyimiz mənada başa düşülməsin, elmi olmayan, yəni sadə insanlar üzərində böyüklük taslamaq, onlara istehza eləmək, onlara gülmək üçün öyrənərsə, 2. Kim elmi insanların diqqətini cəlb eləmək üçün öyrənərsə, 3. Bilsin ki, cəhənnəm əhlindən, alov əhlindəndir. Bunu bilsin. Bu hədisi rəvayət eləyən alimlər, fıqh kitabını yazanda, təfsir kitabını yazanda və s. kitabını yazanda və Allahın da onların elmlərini bərəkətləndirəndə və o elmlər bizə gəlib çatanda bizə məlum olur ki, biz o alimlər haqqında belə düşünəriksə səhv eləmiş olarıq. Alimlərin qayğısı biz olmamışıq. Alimlərin qayğısı Rəblərinin razılığı olubdur. Varsın kim isyan eləsin, kim etiraz eləsin, kim haqqında nə danışırsa danışsın, o alimə, həqiqi alimə, Allah rizasını düşünən alimə onun deməyi zərər eləməz. Kim də insanların gözündə alim olmaq arzusundan elm öyrənərsə, oradan o yana da gedə bilməz. Kim də alimlərlə oturub durmaq üçün elm öyrənərsə, oradan o yana gedə bilməz. Demək, yazılmış, qoyulmuş elm kitablarında heç bir zaman insanların nədir? Zərərinə olacaq bir şey ola bilməz və olmamalıdır. Hər bir insan da o kitabları öyrənib, öyrətmək məsuliyyətindədir. Amma dedi ki, hamı bunu öyrənə bilmir. Hamı fəqih ola bilmir. Hamı mühəddis ola bilmir. Hamı təfsir əhli ola bilmir. Hələ indiki dövrdə insanların böyük əksəriyyəti təhsillidir. Oxuma yazması var. Bu 20-ci əsrin təzahürüdür əzizlər. 20-ci əsrdən sonra, 1900-cü illərdən sonra kütləvi olaraq insanlara təhsil verilməyə başladı. Orta təhsil məcburi oldu. 1900-cü illərə qədər insanların həmən yardan çoxu oxuma yazma bilməzdi. Bugün dünya çapında götürsək, yenə savadsızlıq üstünlük təşkil edir. Yəni, oxuma yazma bilməyənlər yenə çoxdur. Amma dedik, hədisdən hökm çıxır ki, hər bir insan elm öyrənməli və bunun üzərinə fərz eyindir. Xüsusilə müsəlmandan gedir söhbət. Oxuma yazma bilməyən o qədər müsəlman var. Onların halı nə olacaq? Nə Quran oxuya bilir, nə hədisdən xəbəri var, nə əqidədən xəbəri var, nə təfsirdən xəbəri var, heç nə bilmir. Oxuma yazması yoxdur. Neynəsin bu müsəlman? Bax, əziz qardaşlar, bugün yarı istehza dolu tənqid, əlimizin arxasından itələdiyimiz bir kitablar var. O kitablar ki, onlara elmi hal kitabları deyirlər. Elə ki, deyərsən, elmi halda yazılıdır, top ateşinə tutularsan. Top ateşinə. Hədis var, Quran ayəsi var. Elmi hal nəyə lazımdır? Əziz cəmaatımız, vallahi, lə yəstəvillezine ya'lamunə vəllezine lə ya'lamun. Vallahi, həqiqətən də bilənlərlə bilməyənlər bir deyil. Elmi hal kitabları Hicrətin 3-cü əsrindən bu ümmətin xidmətindədir. Hicrətin 3-cü əsrindən bu ümmətin xidmətində elmi hal kitabları vardır. Misalı, yadıma düşənlərindən biri Əbu'l-Leys Səmərqəndinin Əl-Müqəddimə Fi's-Saləh, namazda müqəddimə deyə bir kitabı var. Əl-Müqəddimətu Fi's-Saləh. Nə hədis var içində, nə Quran ayəsi var, heç nə yoxdur. Nə var? Dəstəmazın fərzi 4'dür. Qüslün fərzi söz misalı 3'dür. Namazın fərzi 6'sı daxilində, arsı xaricində 12'dir. Orucun fərzi 2'dir. Filan. Bunlar yazıb kimin üçün? Toplum üçün, cəmaat üçün.
Bir insanın mühəddis olması gözəldir. Bir insanın müfəssir olması gözəldir. Bir insanın kəlam alimi olması olar, gözəldir. Bir insanın digər nəhv alimi olması olar, gözəldir. Bir insanın toplu olaraq alim olması olar, gözəldir. Beləsi alimlər də barmaqla sayacaq qədər azdır. Amma hər insanın bu kimi müfəssir, nə bilim, nə olması mümkün deyil. Hər insana ona lazım olacaq elm lazımdır. Əməl eləyəcək elm lazımdır. Bir insan gəlib məndən soruşan zaman, mən dediyim zaman şəxsimi nəzərdə tutmayın, səhv başa düşməyin hər dəfə. Bir insan gəlib məndən soruşan zaman ki, mənim dəstəmaz alan zaman, diqqət edin, dəstəmaz alan zaman yadımdan çıxdı, əlimin birini yumamış və yaxud yadımdan çıxdı, başımı məhz eləməmiş, ayağımı yudum. Sonra yadıma düşdü ki, ay aman, başımı məhz eləməmişəm, sonra başımı məhz elədim. İndi mənim dəstəmazım səhihdirmi, səhih deyilmi? Hansı hədisdə bu gəlibdir? Varmı elə bir hədis? Mənim rastıma gəlməyib. Və elə bir hədisdə varsa, gəlib o hədisi mənə göstərən qardaşdan Allah razı olsun ki, bu hədisdə gəlib ki, əgər bir müsəlman dəstəmaz, eyni ilə deyirəm ha, mən diqqətimi başa düşür, xahiş edirəm. Eyni ilə bu şəkildə hədisdə gəlibdir. Əgər bir müsəlman dəstəmaz alarkən başına məhz eləməyi unudar, ayağını yuyarsa, ondan sonra qalsın başını məhz eləsin, problem yox, dəstəmazı səhihdir. Və yaxud dəstəmazı pozulur. Hədisdə belə bir şey varmı? Quranda belə bir şey varmı? Əziz cəmaatımız, elmihal kitabları bir müsəlmanın əməlini hazır ortada əlinə təqdim eləmiş, bunu öyrən, əməl elə. Artıq istəyirsən, buyur öyrən, qadağan eləyən yoxdur. Əlavə elm istəyirsən, ya həbbəzə, nə gözəl, öyrən. Amma hədis oxumaqla, Quran ayəsi oxumaqla qətiyyən səhih əməl olmayacaq. Əbədən olmayacaq, bunu bilmiş olun. Niyə? Çünki keçən dəfədə demişəm və dəfələrlə belə hədislərin sayı istədiyiniz qədər çoxdur. Hədisin birində deyir ki, Resulullah sallallahu əleyhi və səlləm Ayşə anamızın üzündən öpdü, sonra qalxdı namaz qıldı, dəstəmaz almadı. O birisində deyir ki, qadına toxundu, dəstəmaz aldı. İndi qadına toxunmaq dəstəmazı pozarmı, pozmazmı? Biri deyir pozar, biri deyir pozmaz. Hansını əməl eləyəcəksən? Hədis şərifdə birində bildirir ki, səhabələr qana xalqa namaz qılırdılar. O birisində deyir ki, qan nəcis dəstəmazı pozar. Hansını əməl eləyəcəksən? Əziz cəmaatımız, bu kitabları, fıkhı biz insanlara öyrətmək istəyərkən hədisə arxa çevirin demirik. Hədis lazım deyil, deyilmir. Heç bir əhl-i sünnət alimi hədisə arxa çevirməyib. Əksinə, hədisin əsasında, Quran ayəsinin əsasında bu elmihal kitablarını hazırlayıb ortaya çıxarıblar. Onlara yazıb təqdim ediblər. İmam Nəvəvinin məşhur bir kitabı var, Minhəc deyə. Qısa bir kitabdır. Şafii məzhəbinin əməl kitabıdır. Hədis filan çox əhəmiyyət verməz o. Hökmləri yazar. Sadəcə hökmlər. Bunu eləyərsən budur, bunu eləyərsən budur, bunu eləyərsən budur, bunu eləyərsən budur. İmam Nəvəvi, mühəddis İmam Nəvəvi. Mühəddisdir. Amma sıradan insanlar üçün bir kitab yazıb, adını qoyub. Minhəc, Ət-Talibin, tələb eləyənlərin yolu. Orada da əməli necə eləyəcəksən, İmam Şafinin iştihadı əsasında yazıb ona göstəribdir. İmam Şafi, İmam Nəvəvi insanları dindən, hədisdən, Qurandan uzaqlaşdırmaq üçün mü yazdı bu hədis kitabı? Yoxsa insanlara dini yaşamağı asanlaşdırmaq üçün mü yazdı bu kitabı? Gəlin biraz lub sahibi olaq, gəlin biraz iti düşünək. Özümüzün tarixdən gəlmiş mənbələrimizi belə kəsti atlı ilə imtina eləməyək ondan. Səhabədir, səhabənin hamısı belə müştəhid deyildi. Biri o birisindən gedir, soruşur, fətva alırdı. Biri o birisindən fətva alandan sonra dəlili nədir demirdi. Sadəcə qardaş, bu əməlin məsələsi nədir? Hə, bu əməlin məsələsi budur. Səhabənin mənkibəsində istədiyiniz qədər bunu misallar göstərə bilərəm. Gəlib bu bundan soruşur, ondan soruşur və salam. Amma bununla bərabər dəlili inkar eləmək, dəlilsiz əməl eləmək lazımdır da demirik. Təbii müsəlmanın dəlili olar. Müsəlman dəlilsiz deyil. Müsəlmanın hər əməlinə, hər sözünə dəlili olmalıdır. Alimlər üçün. Hamı injiner ola bilməz. Hamı həkim ola bilməz. Hamı tarixçi ola bilməz. Hamı hərbçi ola bilməz. Eləcə də hamı fəqih ola bilməz. Hamı mühəddis ola bilməz. Hamı təfsir alimi ola bilməz. Olmaq istəyənlər buyursun olsun. Buyursun olsun.
Heç kəs onun qabağını kəsmir. Amma gücü çatmayan insanı da vəsvəsiyə salıb, sən get hədis oxu, Quran ayəsi oxu, deyilənlərə qulaq asma. Desin, onu kimsə qadağan eləmir. Qiyamət günü həmin o sözün cavabını o adama verər. Versin. Kimsə kimsəyə bir şey qadağan eləmir. Geçsin, oxusun, hədis oxusun, Quran ayəsi oxusun, oxuduğunla da əməl eləsin. Qazandığını ki, qaba bölər. Bu, bir daha vurğuluyuram, hədisi və Quran ayəsini inkar eləmək üçün deyil. Keçən söhbətlərimdə xatırlatmışdım sizə. Bir nəfər gəldi, İmam Şafiyə dedi ki, qiyasın dəlili nədir? Quranı əzbər bilən, Quranın hərflərini sökən, mənasını öyrənmək baxımında deyirəm. İmam Şafii 3 gün Quranı təkrar elədi, onun dəlilini tapmaqdan ötürü. Quran hədisdən əməl eləyəcək insanlara deyirəm. Elə bir halımız varmı ki, biz gedək Quranı oxuyaq da oradan özümüzə dəlil götürək? Varmı elə bir halımız? O dərəcədə Quranı başa düşə bilirikmi? O dərəcədə Quranı başa düşə bilirikmi? Oxuyaq, Quranı əməl eləyək, oxuyaq, hədisə əməl eləyək. Odur ki, qardaşlar, yaxşı yaxşıdır. Amma yaxşı adına, yaxşıya yönəltmək adına insanları yıxmaq, insanları xətiyə salmaq olmaz. Əgər sadəcə hədis və Quran ayəsi ilə əməl eləmək, yəni oxuyub əməl eləmək lazım olsaydı, bir belə alimlər bunları niyə yazırdı? İbn-i Teymiyyənin fətava kitabına nə ehtiyac qalırdı o zaman? İbn-i Qudamənin Muğnisinə nə ehtiyac qalırdı o zaman? Sərafsinin Məbsutuna nə ehtiyac qalırdı o zaman? İmam Şafinin Risaləsinə, Kitab-ül Ummuna nə ehtiyac qalırdı o zaman? Hamısı derdi ki, hədisləri yazmışıq, aralamışıq, seçmişik, səhih məlum, səqim məlum, zəifi məlum, güclüsü məlum, gedin əməl eləyin. Elə dərdilər də. Gəlin özümüzü aldatmayaq. Gəlin bizə lazım olanı öyrənək. Bir insan ömrü boyu kasıb olar, ona zəkat vermək lazım gəlməz. Zəkatın gedib dəlillərini öyrənmək onun nəyinə lazımdır? Bir insan ömrü boyu kasıb yaşayıb və zəkat verməyəcək o adam. Zəkat onun üzərinə fərz olmayıb. Ona zəkatın fərz olmasını, dəlillərini bilməsi, Qurandan, hədisdən onun dəlillərini bilməsi o adamın nəyinə lazımdır? Lazımdır mı o adama o hədisi bilmək, o zəkatı bilmək? Bir şey lazımdır. Biləcəksən ki, zəkat müsəlmanın üzərinə fərzdir, qutar. Sabah Allah sana duvar dövlət verirsə, zəkatını vermək üçün, indi buyur öyrən. İndi buyur öyrən. Bir insana lazım olanı insan öyrənirsə, vaxtını bihudə yerə sərf eləməmiş olur. Allahın razı qaldığı şəkildə əməl eləmə öyrənmiş olur. Və nəticədə Allahın rəhmətinə qovuşmuş olur inşallah. Bu şəkildə, qardaşlar, öyrəndiyimizi lazımı şəkildə öyrənmək bizə yaraşar. Öyrənməyi alimlərin təyin elədiyi şəkildə öyrənmək bizə yarışar. Yoxsa o elə dedi, bu belə dedi, filan oldu, feşməkan oldu. Qardaşım, belə olmaz. Belə olmaz. Dəfələrlə qarşıma çıxan məsələdir. Şəxsən artıq özümdən danışıram. Buxarinin səhih kitabı tərcümə olunubdur. Azərbaycan dilində var, əlhamdülillah. Hədisi oxuyur, başa düşmür, gəlir mənim yanıma ki, qardaş, mən bunu o da Azərbaycanlı, mən də Azərbaycanlı. Burada nə nəzərdə tutulur? Bu hədisdə belə bir şey başa düşdüm, mən çaşdım, qaldım. Gör, indi elə nə qədər hədislər var, nə qədər elə məsələlər var ki, sıradan insan oxuyur, çaşır qalır. Ona da deyəcək, get hədis oxu, Buxarı oxu, Müslim oxu. Oxu, yenə oxu, qadağan deyil oxumaq. Vurğuluyuram. Amma oxuyub əməl eləmək üçün cəsarət eləmə. Dayan. Necə əməl eləməyin üsullarını sən bilmirsən. Necə əməl eləməyi öyrədən alimlərdən öyrən, ondan sonra əməl elə. Yoxsa namazını nə pozur bilməyəcəksən, orucunu nə pozur bilməyəcəksən. Dəfələrlə demişik. Namazı, əgər burada soruşsam ki, qardaş, x bir nəfəri qaldırıb soruşsam ki, qardaş, namazı pozan şeyləri mənə danış, ikisini bilsə də 5-ini bilməyəcək. Niyə? Öyrənmirik, oxumuruq. Ondan sonra da başlayırıq ki, o elədir, bu belədir, nə bilim, nədir, nə deyil deyə. Əgər öyrənər isə, vallahi o zaman ortada olan ixtilafların çoxu ortadan gedər. Bir-birini başa düşməzliklərin çoxu ortadan gedər. Ona görə ki, Rəbbim deyir, Rəbbul İzzə deyir bunu ki,
Həl yestəvillezine ya'lemun və lezine la ya'lemun. Bilənlə bilməyən bir olmaz. Elə ki bildi, qarşı tərəfdəkini də başa düşəcək. Bilmədi, o başa düşməz, qəbul da eləməz. Allah subhanahu wa ta'ala bizləri öyrənənlərdən eləsin. Allah subhanahu wa ta'ala bizləri bizim üzərimizə lazım olan və bizə qadağan olan məsələləri öyrənib o şəkildə yaşamağa müvəffəq eyləsin. Allah subhanahu wa ta'ala bizim aramızda olan, xəstəsi olan qardaşların xəstələrinə şifalar versin. Təbii əzizlər, adınla dua eləmirik heç zaman. Ona görə ki, adınla dua eləmək digər duaya möhtaç olub da həyasındanmı, nəyindənmi deməyən qardaşın qəlbinə dəymək olur ki, ay aman, mən demədim deyə. Onun üçün ümumi dua eləyirik ki, Allah subhanahu ta'ala ümmətimizin içində xəstəsi olan hər kəs, hər bir xəstəyə acil şifalar nəsib eləsin. Allah problemi olan hər bir müsəlmanın problemlərini açsın. Allah çətinliyi olan hər bir müsəlmanın çətinliyini həll eləsin. Allah yol gedən, yol gələn, ruzi arxasınca, iş arxasınca, havada, suda, təkər üstündə yol gedib, yol gələn bütün qardaşlarının yolunu asan eləsin. Görünən, görünməyən xəta bəlalardan, müsibətlərdən qorusun. Naqafil xətalardan qorusun. Deyənin sözündən, görənin gözündən, insu cinnin şərrindən qorusun. Allah subhanahu wa ta'ala əskərlərimizi qorusun. Çağırış vaxtıdır əzizlər. Cavanlarımız əskər gedir və yaxud o əskərdə cəbhədə olan qardaşlarımız var, körpələrimiz, oğullarımız, qızlarımız var. Allah cümləsini öz inayətində, öz mühafəzəsində saxlasın. Allah naqafil güllədən qorusun. Allah hamısını iman əhli eləyib, onu tanıyan, ona boyun əyən, ibadətində, taətində sabit qədəm olanlardan eləsin. Allah subhanahu ta'ala hər birini, hər bir əskəri, hər bir əskərimizi öz zat-ı alisinin rəhmət ilahiyyəsinə sığındırsın, onunla qorusun. Allah subhanahu ta'ala amin deyən dillərinizi cənnət suyunla bərəkətləndirsin, cənnət suyunla islah eləsin. Mən günahkar bəndəsini də əff məğfirət eyləsin və hamımızı bir-birinin əlindən tutub cənnətə Rəsul Əkrəmin hovuzu ətrafında səhv dayanıb Rəsul Əkrəmin əlindən Kövsər suyundan içənlərdən eyləsin. Allah subhanahu ta'ala bizləri geri qaytarmasın. Allah subhanahu ta'ala bizləri utandırmasın. Allah subhanahu ta'ala bizləri düşünən ağıl sahiblərindən eləsin enində sonunda. Subhana rabbika rabbil izzati amma yasifun və selamun alel mursalin velhamdülillahi rabbil alamin. Lillahi teala'l Fatiha.